Salam, YouTube kanalıma xoş gəlmisiniz. Bu günləri mən sizə göstərəcəyim körpə oğlan uşağının geyimi tikilməsini göstərəcəm. Qısa bir videoda olsa bunu sizə göstərməyə çalışacağım. Mənə lazım olan uşaq bələyi mavi rəngdə adyal və gördüyünüz kimi kombinezon fasonda bir geyim tikmişəm və qolları qalıbdır və bunu da biçirəm indi. Gördüyünüz kimi hazırdır. Bunu əllə də tikmək olar. Qısa bir tikişdir və ya maşın varsa maşınla da eləyə bilərsiniz, əllə də tikə bilərsiniz. Və boyun hissəsi qaldı. Boyun hissəsi də sonradan onu əlavə eləyəcəm ki, uşağın giyinməyə boynundan giydirəcəm. Və giyindiririk əyninə və çox gözəl bir geyim olur. Bu da bunun ayağı. Balaca bir ayağı var. Şirin görsənir. Və gördüyünüz kimi mən videonu tək çəkdiyim üçün biraz çətinlik çəkirəm. Həm kameranı bir əlimdə saxlayıb, həm də bir əlimlə geydirdiyimə görə biraz burada çətinlik çəkirəm video çəkmək üçün. Və gördüyünüz kimi göstərməyə çalışıram sizə. Qollarını da elə sonradan giydirirəm. Geyinir və bunları bilmək üçün nəsə bir şey oxumaq və ya da dərzilik oxumaq. Bunlar mən sadəcə oxumamışam, yəni dərziliyim oxumamışam və ya da nəsə bir incəsənət oxumamışam. Bunlar mənim ideyamdır və insan ideyası varsa və ya da nəsə bir bacarığı varsa bunları bacaracaqdır. Yəni bunları hazırlayarkən yəni öncədən planlaşdırmıram. Sadəcə kuklanın üzərinə baxaraq dizaynını, formasını verirəm və bu da mənə Allahdan gələn bir vergi deyim. Yəni istedad deyim. Bu da körpə uşağın saç telləri kimi bir tellər yapışdırmışam. Saçı hardan aldınız deyə maraqlansanız, yəni parikdir bu. Parikdən kəsib hissəciklər vururam və hər uşaq, hər kuklanın modelinə görə saç rəngidir, saç telidir seçirəm. Və bu da son görünüşüdür kuklamızın və bunun soskası, əmziyini də hazırladım. Və bunu da ki, kağız kartondur. Yəni su keçirməyən kartondur. Ondan hazırlayıram, yəni soska fasonda. Gördüyünüz kimi modelimiz hazırdır. Çox da gözəl bir model oldu. Bu modelimizi doğum evindən uşaq çıxarmaq üçün hazırlayırıq. Xəstəxanadan uşağı evə gətirmək üçün dekor, maşın dekoru üçün hazır edirik. Və əvvəlcədən tikdiyimiz böyük bir bantikimiz vardı. Onu sizə paylaşmamışam. Çox böyük bir maşın üzərinə. Bu da bizim hazırladığımız bir uşaq modeli və əvvəlki videolarımızda var, səhifəmizdə var. Baxmaq istəyənlər səhifəmizdə daxil olub baxa bilərlər. Sünnət toyu üçün də var kukla modelimiz, bu cürlə dekorlarımız. Maşın üzərində göstərdiyimiz videolarımız da var. Burada yerimiz kiçik olduğuna görə tam videonu gözəl bir şəkildə təqdim edə bilmirəm sizə. Və bunun qız üçün olanı var, oğlan üçün olanı var, sünnət uşaqlar üçün olanı var. Gördüyünüz kimi burada kukla modellərimiz var, oğlan modellərimiz. Bunlar da çox gözəl dekorativ olaraq hazırlanır. Bunları xonça üzərinə qoya bilərsiniz, maşın üzərinə qoya bilərsiniz və ya da belə sünnət olan uşaq üçün hədiyyə də edə bilərsiniz, yəni saxlamaq üçün. Bunları bantiklərin üzərinə bərkidirik və bu bantiklər də atlığında vakuum yapışqanlar olur. Maşın üzərinə qoyduğunuz zaman çox gözəl bir yapışır və əlavə qapı bantikləri də var bunlar.